Birincisi, el-iltica'u ilallahi Teala bid-dua. Allah'a sığınmaq, Allah'a pənah aparmaq, Allah'a dönmək, Allah'a qayıtmaq. Dua ilə. El-iltica'u ilallah. Allah'a dönmək. Dua etməklə. Allah'ım, ey yerlərin və göylərin sahibi olan Allah. Allah'ım, halımı səndən başqa heç kim bilmir. Ey Rəbbim, nə gözəl olar ki, bunlar səcdələrdə olsun. Qəlblərimiz titrəyib, gözlərimiz yaşarana kimi. Başını qalxızma səcdədən, vallahi. Başını qalxızma səcdədən 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə. Ax, sənin vəziyyətin yaxşı hal deyil. Sən Subhanallah tək olanda Allah'ı unudursan, Allah'a akbar. Bu hal təhlükəli hal. Nəsəlullah sələmə. Bu hal təhlükəli hal. Sən bu vəziyyətə gəlib çatmısansa, mütləq ki, Allah'a dönməlisin. De ki, Allah'ım, mənə yardım elə. Bu vəziyyətdən nə atam, nə anam, nə zövcəm, nə uşaqlarım heç kim məni qutara bilməz. Ya Rab, mənə yardım et, ya Rab. Səcdədən başını qalxızma. Vallahi, gözlərinə yaş gələnə ki, ağla Allah üçün göz yaş axıt ki, ya Rabbi, məni bu haldan qutar, xilas elə. Görsən ki, qəlbin titrəyir həqiqətən, gözlərin yaşarıb, təkbir gətir, ikinci səcdə üçün qalx. Allah'a dua elə. Və unutma ki, Allah'ın vədi var. Və qalə Rabbukum udu'uni əstəcib ləkum. Rəbbiniz dedi ki, mənə dua edin, sizə cavab qaytaracaq. Və idə səələkə ibadi anni fə inni qarib. Qulları mən səndən soruşur, mən onlara yaxınam. Neçə ayətlər var Quranda dua haqqında.